Ayının tövbə ayı olması da çox önəmli mövzulardan biridir. Yəni bir nəfər il ərzində günahlarının bağışlanmasına asan bir şərait istəyirsə, Rəcəb ayını istifadə eləməlidir. Bax, diqqət eləyin, yenə başqa bir hədisin məzmununda nə gəlir? Peyğəmbər buyurdu, Qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə, Rəcəb şəhrul istiğfar li ümməti. Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır. İstiğfar yəni bağışlanma tələb etmək. Fəksiru fihəl istiğfar. Bu ayda istiğfarı çox eləyin. Bax, diqqət eləyin, bizim səhvimiz hardadır? Biz istiğfarı kəlmə olaraq götürürük. Yəni, təsbehi götür. Estəğfirullah Rabbi və tubulə, estəğfirullah Rabbi və tubulə, estəğfirullah Rabbi və tubulə. Mən Peyğəmbərin vəsiyyətinə əməl etdim artıq. Budur ya yox. Bu meyvənin qabığıdır. İç qalıb. Yəni istiğfar o demək deyil, təsbihlə sən əstəğfirullah Rabbi və tubulə, əuzu billah min qəzəbillah və s. zikirləri eləyirsən, vəssalam, bununla Peyğəmbər vəsiyyəti sənin öhdündən nə oldu? Götürüldü. Elə deyil. İstiğfar şərti şurutu ilə. Şərti şurutundan biri kəlmədir. Şərti şurutundan biri nədir? Kəlmədir. Ki, Allahdan bağışlanmağı istə. Bu bir. Və ardıcan da sən bağışlanmaq birindən gedirsən bağışlanmaq istəməyə. Məsələn, birini incitmirsən. Məsələn, evladdır, ata-anasını incidib. Ata-anası da şəxsdən razı deyil. Bu da deyir, elə əcəb eləyirəm. Bir müddət bu əcəb eləyirəm, zəhərmanlı içir. Müəyyən müddət çatır, başa düşür ki, yox, adam səhv eləyir. Yəni, bu zəhərmardır. Bunu içmək olmaz. Gedim, ata-anamdan bir halallıq, razılıq alım. Gəlir onlara, deyir ki, mənə bağışlayın. Onlar da deyir ki, madəm səhvi başa düşmüsən, biz səni bağışladım. Evlad bir dənə şillə təzədən atıya, anıya mən getdim. Olar elə. Belə bağışlanmaq olur. Niyə? Bağışlayıblar da. Kəlmə öz yerində. Kəlmə sənin üçün bir stimul, bir yönəltmə, bir belə təkan. Kəlmə budur. Kəlmənin dalı var. Yəni, sən o bağışlanma ki aldığına, o bir daha nədir? Təkrarlanmamalıdır. Yəni, əstəğfirullah Rabbi və tubulə, əstəğfirullah Rabbi və tubulə. Eşitdim filan kəs belə, və yaxud bir dənə işarə belə gözü ilə, və yaxud əli ilə ki, yəni işarə qeybəti. Tənə vurursan, sən də gülürsən, o da gülür ki, bu şeydir, filan. Yəni, zikr eləyə. Deməli, biz elə bilirik ki, kəlmə nə olacaq? Xilas eləyəcək. Hətta dinimiz belə kəlmə ilə insan xilas olmur. Məsələn, bir nəfər kəlmə-i şəhadətin deyir və kəlmə-i şəhadətin heç bir şərtinə əməl eləmir. O kəlmə-i şəhadət onu xilas eləyəcək ya yox? Məsələn, mühacir olmaq. Allah Quran-ı Kərimdə mühacir və ənsardan razılığını bildirir. Amma şərti şurutu ilə. Şərti şurutu ilə. Peyğəmbərimizdən səhih hədis var. Elə Əhl-i Sünnə kitabındadır. Peyğəmbər buyurur ki, hicrət kimi kifayət eləmir. Səhabəli kimi insanı sığortalamır cəhənnəm odundan. Məsələn, ömrünün 50 ilin kafir olub, müt qarışdırıb alən bir-birinə. 10 il, 5 il Peyğəmbəri görüb, sonra ölüb. İndi bu Peyğəmbəri görmək və səhabə olmaq, Məkkədən Mədinəyə hicrət eləmək kifayət eləyir, Peyğəmbər deyir, eləmir. Peyğəmbər deyir, nədir? Eləmir. Və Allah ki, Quranda deyir, mən onlardan razıyam, o da şərti şurutu ilə.
ki beyyətin pozmasın. Beyyətin pozmasın. Beyyətin pozan o vəd verilən mükafatları əldə eləmir. Beyyət pozmaq nədir? Səhabələr elə özləri səhih hədislərdə deyirlər ki, Peyğəmbərin yanında olan səhabələr Peyğəmbərə beyyət etdik. Beyyətimiz nə idi? Bayə'nahu aləl mevt. Ölüm. Yəni şəhidlik. Və salam. Yəni qaçdı, yoxdur. Amma o adam ki meydandan qaçdı, Peyğəmbərlə ağacın altında Allahla olan beyyətin neynir? Bozur. Adam deyir ki, mən qaçmayacam, amma sonra neynir? Qaçır. Deməli, beyyət pozulan məqamlarda orada şəxs bu Quranın vəd verdiyi, Peyğəmbərin vəd verdiyi mükafatlardan nə olur? Məhrum olur. Məsələn, misal götürək. Həmən bu şərtlərdən biridir. Sümmə ləm yərtabu. İrtiyab, yəni şək şübhəyə düşmək. Yəni şək şübhəyə düşməməlisən Peyğəmbərin haqqında. Ki bu adam düzdür ya səhvdir. Düz eləyir ya səhv eləyir. Bu öz qohumbazlıq eləyir, öz qohumlarını önə çəkir. Yəni belə dedə haqq ədalət yox ha, qohumu, kürəkən, qızım. Bu şəkdən irəli gəlir də. Əgər haqdan irəli gəlsə, bu işi nədir? Şəxs görməməlidir. Quran deyir ki, şək şübhəyə düşməsə, bu deyilən vədələr nə olacaq? Şəxsə yetişəcək. Amma məsələn, mən qayıdım Peyğəmbərə deyim ki, sən həqiqətənmi Allahın Rəsulusan? Və yaxud sən güman eləyirsən ki, Peyğəmbərsən, elə özünə. Bu, o verilən vədələrin heç biri bu şəxsə nədir? Yetişmək üçün Allah şərti kəsir. Şəkkə düşmə. Şəkkə düşən nədir? Bu vədələri əldə eləyə bilməyəcək. Deməli, tövbə deyəndə Əstəğfirullah Rəbbi və tubu ileyh və yaxud əşhədü ən la ilahə illallah Muhammed Rasulullah bu insanı xilas eləməyəcək. Şərtlər var. O şərtləri insan həyatında reallaşdırsa, nə olacaq? Verilən vədəni əldə eləyəcək.